partiyasında böyük krizislər baş verir və bu onu göstərir ki, bir həftə 10 gün bundan öncə Kvemkartinin gubernatoru istifa verdi və dünən onun muavini Çinçikaşvili istifa verdi. Bugün Batumun meri istifa verdi. Bu dalğa Marnur rayonuna da gələcək və bu onu göstərir ki, Marnur rayonunun meri də, Sakrebulonun sədri də, bunlar da az bir vaxtda istifaya gedəcəklər və bu Rus Arzusu partiyasında böyük bir krizisdir, çox böyük krizisdir. Megobar aktından bağlı. Bir daha vurğuluyorum ki, bu istifalar hətta KGB'nin belə Sun rəisi belə istifa verdi. Onun da burada yerlərdə adamları var, nümayəndələri var. Onlar da sayılı bir günlərə istifaya gedəcəklər. Bir daha da onu vurğuluyorum ki, həftə sonuna tana gözləyin ki, Kvemkartili gubernatoru özünə mavin təyin ediləndən sonra, mavinlərini təyin ediləndən sonra və Marnol meriyasında böyük bir xaos yaranacaq. Böyük bir xaos yaranacaq. Çünki bu onun göstəricisi ki, klan dağılır artıq. Marnol rayonunda da klan dağılır. Siyasi fəal Əhməd İmamquliyev də kadr dəyişikliyinin olacağını istisna etmir. Kvemkartlinin gubernatorunun muavini Çinçikaşvilidir ki, artıq istifaya getdi gubernator dəyişəndən sonra və ondan sonra biz izlədik və gördük ki, artıq Batum kimi böyük şəhərin meri istifa verdi və bundan sonra daha çox istifalar təbii ki gözlənilir. Çünki hər kəs qorxur və istəyir ki, yığdığı bu 14 il ərzində yığdığı rüşvətdən topladığı pulları saxlaya bilsinlər. Amma mən düşünürəm ki, təbii ki, sanksiyalardan bunlar qaça bilməyəcəklər və eyni zamanda kadr dəyişiklikləri gözlənilir. Çünki hər kəs çox yaxşı bilir ki, Çinçikaşvili